yoldaşlar, dostlar. Demək 190 injektorunu, yəni başqa sözünü isə dozatorunu çıxartmışam. Yəni o hissələri çəkə bilmədim. Yumaq üçün, regulyovka üçün, prokladkası falan üçün. Demək bu elektroregulyatordur. Bu çubuklarıdır. Bu üstündən çıxan nə deyirlər, diafragma. Təzədən qoymaq olar, amma mən təzəsini almışam deyənə. Ona ehtiyac yoxdur. Təzəsi aldığımda göstərim sizə. Bu formadadır. İndi usta var, deyir, orijinalı falan bilmirəm, deyə bilmərəm, haqqında girmiş olmaram. Bax, belə bir şeydir. Yəqin ki, var orijinalı da, o birisindəndir. Açdıq, bu iç hissəsi. Rastavari 646 rastavari tökmüşəm. Bu da bunun bu hissəsi, üst hissəsi. Sonra bu içində benzin parlayandı, səhv eləmirəmsə. Üstündə hamısı filtrlərdir. Xırda filtrlərdir. Bax, burada da bax, benzin çıxan hissəsi də hamısı filtrdir, xırda. Sonra bu da içində digər rezini falan belə şeylərdir. İndi yığanda çalışacağım sizə çəkim normal formada göstərim. Belə, biraz təmizləyəcəm. İnşallah xodlayıb da göstərəcəm maşını. Bir də regulyovka falan eləyəcəm.